Dizel Kia Sorento'dur. 180-200 min kilometrdən sonra hansı qulluq olunmalıdır? Gəlin birlikdə videosunu izləyək. Baxın, sepi uzanıb, motorun çöl hissəsi bərbad vəziyyətdədir. Yəni dizel olduğundan normaldır. Videonun sonuna qədər izləyin, fərqini göstərəcəm. Və hava sistemi, kəpənəkləri, zaslonkası, samavarı bilən bilir ki, yəni bu dizel Hyundai Kia'larda, ümumiyyətlə bütün dizellərdə var bu hava sisteminin dolmağı. Amma Hyundai Kia'da bu məsləhətdir, bu işlər vaxtında görülsün. O da üst-üstə düşür. Seplə, hava sistemi ilə bir yerdə, açılmayan motorda, korobka yağı ilə bir yerdə hamısını bir gün içində ümumi qulluq paketində eləyirik. Motorun çölü görürsünüz necə təmizləndi. Videonun əvvəlində görmüşdünüz də. Bu da təmizlənəndən sonrası. İndi motorun içində göstərəcəm sizə. Baxın, görürsünüzmü? Bərbad vəziyyətdədir. İndi bunlar da təmizlənəcək. Yəni bir gün içində bax nə qədər maşında iş görülür. Orijinal sep başmaq dəsti ilə sep başmağı dəyişiləcək. Hava sistemi bir-bir kollektor təmizləyən aparatımızın içində təmizlənəcək. Salnikləri dəyişiləcək. Baxın, üst krişkanın, qabaq salnik, kollektorun salniki, farsonka şaybası. Sepinə də üstəlik 100 min rəsmi zəmanət verir. 100 min ərzində nə olsa bizlikdir. Görürsünüz, bu hamısı orijinalından dəyişildi. Oldu ki, təzə motor. Hava sistemində təmizləndi. Korobkanın yağı filtrdə dəyişilir. Korobkanın içi sökülür, botlar sıxılır, dəyişilir. Həmən o botlar sıxılmayanda bilənlər bilir. Yəni sabahsı gün boşalıb detallara ziyan vurar. Ondan sonra da nə olur? 700-800 manat əlavə xərc olur. Hava sistemi dolanda yeger xarab olur, nə bilim rejimə düşür. Sep qırılanda motora ziyanı var. Onun üçün bu xırda qulluqdur, belə deyək. Bunu eləmək lazımdır. Bir gün içində bax görürsünüz,